İnsan desə ki, Allah bunu mənə verməz, Allah da vermir. Sənin halınla əldə edəcəyin şey arasında bir əlaqə var. İnsanın halı taleyinə təsir göstərir, əldə edəcəyi şeylərə təsir göstərir. Allah vermir, niyə Allah? Özün deyirsən ki, mən inanmıram. İnanmırsan, mən də vermirəm. Mən səndən çox şey istəmirəm ki, inan verim. Nə inansın onu verim, nə ümidlənsin onu verim. Bir dənə ümid istəyirəm, ümidlənin, ümidvar olun, mən də istədiyiniz sadəcə ümid lazım imiş. Sadəcə ümid. Kimə nə veribsə Allah ümidi qədər verib. Ümidi qədər. Ümid haldır. Allah ona baxır, inayət edir. Ümidimizə uyğun davranacaqlar. Ümidimizə uyğun. Nə qədər ümid varsa, kim nə əldə edibsə ümidi hesabını əldə edib, əməli hesabını yox. Ümidi hesabını. Çox vaxt insan niyə günah edir? Çünki məyusdur, ümidsizdir. Allahın ən xoşlamadığı xüsusiyyətlərdən biridir. Gələcək haqqında ümidsizlik. Bir adam ki, desə məndən heç nə çıxmaz, o günaha cürət tapacaq. Desə, onsuz da məndən bir şey çıxmaz, gedim günah eləyim. Onsuz da məndən nə çıxar? Məyusluq halı günah gətirir. Yo, məndə alınmaz deyən adam məyusdur. Məyus insandan desinə çıxmaz. Məndə alınmaz sözü varsa, sizin qulağınıza deyilsə bir şeytanın vəsvəsəsidir. Kimsə desin, yox, məndən çıxmaz. O bilsin ki, təvazökarlıq eləməyib, şeytan onun qulağına pıçıldayıb və o sözü deyir. Məyusluq budur, məyusluğun buynuzu yoxdur ki. Məyusluq budur ki, deyəsən ki, məndən ən yaxşı bəndə çıxmaz. Məyusluq budur. Ümidvar olmaq insanın nicatının əsasını təşkil edir. Ümid bilirsiniz nələr eləyir? Ümidlə ömrünün son dəqiqəsində olan insan ümidlə ən uca zirvəyə çata bilər. Kim buna inanmırsa Allahı tanıyır. Allahın gücü çatarmı 60 yaşda can verən bu günahkar insanı bağışlasın və onu ən yüksək məqama çatdırsın. Çatar bəli. Çatmaz desən ümidsizsən. Çatar desən, bəs niyə bəziləri olur, niyə bəziləri olmur? Çünki günah bəzilərində ümidsizlik yaradır. Çox günahkarlar ona görə bir yerə gedib çata bilmir. Amma günah nəticəsində adam müğayət olsa ki, bu ümidsizlik insanda yaranmasın, bir gün günahdan təmizlənər və məsum kimi dünyadan köçər insan. Tərəddüd eləməyin, Allahın rəhməti hər şey eləyə bilər. Allah narahat olur, adamda məyusluq görəmir. Adam məyus olduğu qədər kafirdir. Şeytan özü məyusdur və istəyir ki, ondan kontaktı olan hamını məyus edir. Kim bu duanı eləmirsə ki, ilahi, yer üzündə, məni özünə ən yaxın bəndə elə. Kim bu duanı eləmirdi, yox əşi, bu alınmaz, o naümiddir Allahdan, naümiddir, məyusdur. Çünki bu işi görən Allahın qüdrətidirsə, sən deyilsən. Sən təvazökarlıq sayırsan bunu. Aşı, yox, mən günahkaram. Bu təvazökarlıq deyil. Bəyəm çatanlar özü çatıb. Sən Allahın qüdrətinə şəkk edirsən. Sən özündən danışma ki, məndən çıxmaz. Bəli ki, səndən çıxmaz. Məlumdur səndən çıxmaz. Amma səndən çıxmaz deyə sən denən ki, ilahi qüdrəti məndə göstər. Sənin qüdrətin çatar bəli. Ona görə mən bilirəm, mən kiməm. Bilə-bilə ki, mən kiməm deyirəm, mən istəyirəm hamıdan üstün bəndə olun. Bax, ümid budur. Çünki sənin qüdrətin buna yetər. Kim belə dua eləmirsə, Allahdan ümidsizdir. Ümid bu qədər olmalıdır ki, mən bir məhəllədə, bir şəhərdə, bir ölkədə yox, dünyada sənə ən yaxın bəndə olub. Biz deyir, yox, mən təvazökarım, məndən heç nə çıxmaz. Sən təvazökar görkəmdə alırıq, elə bilir Allahın xoşu gəlir mənim bu halımdan. Allah da baxır, o məqamda bəlkə də narahat olur. Narahatçılıq Allaha xas deyil. Yəni, qəzəblənər insanın bu halına ki, axı, niyə oturmuşsan bir cansız əşya kimi deyirsən, məndən heç nə çıxmaz. Elə hesab edirsən ki, sənin bu halın çox qiymətli bir haldır. Ümidin təsiri bu qədərdir. Ümidsizlik isə uçurumdur. Nəyə əsasən ümidvar olasan? Deyir ki, sən mənim günah eləməyimə izin vermisənsə, mən ümidvaram ki, bağışlayacaqsan mənə. Çünki sən məni o qədər çox istəyirsən ki, sən məni bağışlamasaydın,
günah eləməyimə icazə verməzdir. Çox dəyərli bir sözdür. Allah deyir, qəlbin sirrinə baxıram. Sir bilirsiniz, insanın qəlbinin bir yeri var, gözündən də gizli. Deyir, ora baxıram, orada nələr var, ona uyğun rəftar edirəm. Odur ki, qəlbinizdən müğayət olun deyir. Qəlbinizin hallarından müğayət olun. Hallara uyğun davranıram. Siz maddi vəziyyətlə sənin nə işin var? Maddi durumundan nə işin var? Allahın qisməti önəmlidir. Allahın qisməti mümkündür. Bunu həyatında təcrübə edən adam kimi deyirəm. Ümid varsansa qismət eləməyəndə artıq əminsən ki, burada nəsə başqa məsləhət var. Da sən narahatçılıq doğurmağa bir şey yox. Ümid varsansa bir şey, ya o şey qismət olursa, nə 100%. Yaxud olmayanda da arxayınsan ki, səndə deyil problem. Nəsə məsləhət deyilmiş. Ümidin fərqi var bunda. Ümid bütün digər manələri aşır, bir dənə məsləhət qalır orada. Ona görə deyir, filan suranı oxu, filan olacaq. Deyir, niyə bu ümid yaransın? Dinən ki, ümid varam, bu suranı oxusam, mənə filan kəsin savabı verirlər, nə peyğəmbərlərin, ümid həll edir hər şey. Ümid möcüzə yaradır. Ümid möcüzə yaradıcısıdır, gözdən çıxsa yar, bağışlayır Allah. Nə qədər günahım var, bağışlayır. Yenə də şəkk eləyən adamlar deyir, nə oldu bir damcı göz yaşına? Çünki rəhmətli başa düşürlər. Mənə ümid eləmədin, başqasına ümid elədin, ümidi puç eləyərəm. Ona görə yox ki, Allah bizlə prinsip aparır. Çoxu belə danışanda elədir ki, Allah nə olur, prinsip aparmır. Bunlar qaydalardır. Hal, yanaşma, taliyə, hadisəyə təsir göstərir. Bu qaydalardır. Yoxsa Allahın işi gücü yoxdur bizə sübut eləsin. Yox, mən eləyirəm. Bu deyil. Prinsip məsələsi deyil. Bu qaydalardır, həyatın qaydalarıdır. Və bunu psixoloqlar da sizə deyə bilər. Elm gəlib bu nəticələrə çıxır. Elm gəlib bu nəticələrə çıxır ki, yanaşmalar hadisələrə təsir göstərir. Yəni, insanın arzusu, istəyi, yanaşması təsir göstərir.